Hamıya salam, sıfırdan trading kursumuzun növbəti bölümünə xoş gəlmisiniz. Mən bu videonu ikinci videomda çəkməli idim. Çünki mənim birinci videom mən kiməm idi, ikinci videom texniki analiz idi. Yəni texniki analizi öyrənmək üçün də siz TradingView istifadə etməlisiniz məntiqlə. Mən isə TradingView videosunu çəkməmişdim, yəni yadımdan çıxmışdı. Sıralamada elə bir sadəcə TradingView videosu lazım idi bizə. İndi bunu da çəkirəm. Zaten YouTube'a daxil olan anda kanalıma girəndən sonra oynatma listeləri var. O oynatma listələrindən mən bunları düzəldəcəm. Sıralamasını siz qəşəng gedib izləyə biləcəksiniz. Deməli uşaqlar, TradingView biz harda istifadə edirik? Adından da göründüyü kimi, yəni burada TradingView. Uşaqlar, TradingView biz lazımdır qrafik analiz eləyəndə, nə bilim, qızılı analiz eləyəndə, Bitcoin analiz eləyəndə. Ümumiyyətlə fərqi yoxdur. Hər bir şeyin analizini TradingView proqramında eləyə bilərsiniz. Biz traderlər TradingView proqramını demək olar hər gün istifadə edirik. TradingView proqramına iki cür daxil olmaq olur. Bir Google-dan, yəni ekranda gördüyünüz kimi tradingview.com yazanda direkt bu sayt açılır. Bu sayt açılır və yaxud TradingView-i yükləyə bilərsiniz kompüterinizə. Yükləmək üçün də TradingView download yazanda TradingView-in rəsmi səhifəsində çıxır. İndi uşaqlar, ekran açıldı belə. Ekran açılandan sonra nə etmək lazımdır? Sağ üstə görürsünüz ki, mənim burada profilim var. Amma siz burada profil yaradırsınız. Profil yaratmaq burada 30 saniyə belə çəkmir, yəni rahatdır. Zaten hesab bir arada basan kimi sizin Google səhifəniz çıxacaq orada. Daha sonra daxil olduqda direkt səhifəniz açılacaq, yəni problemsiz bir şeydir o. Əsas problem TradingView-i işlətməkdir. TradingView-i açdıq və oradan qeydiyyatdan keçdik. İndi nə etmək lazımdır? Qabağınızda gördüyünüz bu ekran hal-hazırda TradingView-in açılış ekranıdır. Bu üstte sol tarafta search yeri var. Yani siz istediğiniz bir coin olsun, cütlü olsun, Forex'deki hansı bir səhmi olsun, buradan tapa bilərsiniz. Bunun üçün də nələr eləməlisiniz? Gəlirsiniz sadəcə bura, üstündən bir dəfə tıklayaraq axtarış yerində məsəl üçün yazıram ki, qızıl. Qızıl necə yazılır? Gold məsəl üçün. Yazırıq gold. Gold'un qrafikləri çıxır burada. Və yaxud mənə lazımdır Avro USD. Nə yazıram bura? Avro USD, yəni Avro USD. Bu cütlüləri də bilmək istəyirsinizsə, mən Telegram qrupuma gələ bilərsiniz, məndən soruşa bilərsiniz hamısının adını. Zaten mən 4 dənə cütlükdə trade edirəm ancaq Qızılda, Nasdaqda, Avro USD-də və G40-da. Bunların adları da mənim qrupumda var hamısı. İstədiyimiz bir cütlüyün adını buraya yazdıq. Daha sonra uşaqlar, burada Forex.com var, nə bilim Paperstone var, Oanda var, Saxo var. Yəni istədiyiniz hər şeyi seçə bilərsiniz, amma bizim istifadə etdiyimiz sistem Forex sistemidir. Burada biz forex.com var, yəni ikinci. Görürsünüz burada hal-hazırda. Burada üstdən ikinci var, Forex. Logosu da belədir. Biz həmişə analiz edəndə buna basırıq. Nə yazırıq? Burada iki cür seçim var. Bir launch chartdır, bir də see overview'dur. Biz həmişə launch chart var. Onu basırıq bir dəfə. Və cütlüyün qrafiki hal-hazırda qabağımızda da çoxalır. Açıq ekranı daha nə lazımdır bizə? Çox şey lazımdır. Niyə? Çünki burada sol tərəfdə gördüyünüz, aşağıda gördüyünüz, sağ tərəfdə gördüyünüz, üst tərəfdə gördüyünüz və arxa planda gördüyünüz hər şeyin bir açıqlaması var. Sonra, arxa tərəfdə gördüyünüz yaşamlardır bunlar. Məndə qalxış şamı ağdır, düşüş şamı qırmızıdır. Mən onun rəngi dəyişmişəm. Rəngin dəyişmək üçün nə edirsiniz? Ekrana bir dəfə sağ tıklayaraq burada ayarlar var, settings, məndə İngilizcədir, ayarlar var. Onu bastığımız anda burada simbol var, ən üstdə. Simbola basırıq və burada var. İnşallah görürsünüz, məndə ağıdır, body rəngi. Bunu basıram indi, tutaq ki, qoyum qalxış şamını yaşıl. Qoydum yaşıl, gördüyünüz rəngi dəyişdi arkada, oldu yaşıl. Mən bunun arkada rəngini belə azaldıb çoxalda bilirəm. Ürəyim istədiyim rəngi də qoya bilərəm. Arxa fonda dəyişmək üçün nə edirsiniz? Burada canvas var, uşaqlar. Canvas'a bastıq, burada background var. Məndə background ağıdır, görürsünüz, ağ rəng. Mən bu ağ rəngi qara eləsəm, arxa rəng qara olacaq. Ağ eləsəm, arxa rəng ağ olur. Yəni bunları özünüz dəyişə bilərsiniz. Bunlar asandır. Yəni bunları özünüz baş qoysanız, yəni 5-10 dəqiqə TradingView içində fırlanmaqdan tapa bilərsiniz hamısının hər cavabını. Bizim üçün əsas burada lazımdır sol tərəf və sağ tərəf. Deməli, sol tərəfdə uşaqlar bizə nə lazımdır? Məsəl üçün trend xətti çəkmək istəyirsinizsə, üstdən ikinci oxa gələndə bura trend xətti var, ray sistemi var, nə bilim burada vertikal xətt, perpendicular xətt var, horizontal xətt var, seçə bilirsiniz. Biz burada ən çox istifadə edədiyimiz trend xəttidir. Trend xəttinin üstə bir dəfə tıklayırıq. Məsəl üçün bu şamla üstdə trend xətt çəkir, yəni yüksələn trend məsəl üçün. Və trend xəttimizi çəkdik. Valla sizə bir söz də deyim. Həmişə çalışın buradakı maqnit var sol tərəfdə. Bunu açıq qoymağa çalışın.
Maqnitdə zəif maqnit, yəni burada weak maqnit var, bir də strong var. Həmişə çalışın weak açıq qoyun bunu. Bu açıq olmayanda siz qrafikləri biraz əyri çəkəsiniz. O maqnit açıq olanda sizin üçün daha yaxşı olacaq. Sonra bu nədir? Üstdən üçüncü. Bu məsəl üçün Fibonacci çəkmək istəyirsiniz. Fibonacci çəkirsiniz. Üstünə bir daha basırsınız, seçirsiniz. Fibonacci dərsinə isə deməmişəm və gələcək günlərdə deyəcəm, narahat olmayın. Bu nədir uşaqlar? Long position var, bir də short position var. Bizim ən çox istifadə edəcəyimiz toollardan biri də bunlardır. Long position, yəni məsəl üçün bu long işlem atmaq istəyəndə long buna basırsınız bir dəfə. Məsəl üçün buradan long atmaq istəyirəm mən. Qoyuruq bura. Bu aşağıdakı hissə stop loss qoymaq istədiyim hissədir. Üst tərəfdə take profit hissəsidir. Məsəl üçün mən stop loss'u qoyacağam bura, bu iynə. Məsəl üçün bu şamın burasına. Gətirəm qoyuram bura. Buranı. Bitdi. Və ya take profit istəyirəm qoyum ən üstə bura. Bunu qaldırıram bura. Mənim take profit nöqtəm olur ən ucu, stop loss nöqtəm olur ən ucu. Short işlem atmaq istəyəndə uşaqlar eyni şeydir. Short position'a basırıq. Gördüyünüz kimi bu dəfə boz rəngi oldu yuxarıda, mavi rəngi oldu aşağıda. Bunun da rəngi uşaqlar əslində belə deyil, mən dəyişmişəm. Bunun rəngi necə dəyişirlər? Basandan sonra uşaqlar burada balaca bir hissə atılır, menüsü atılır hamısının özünün burada altda. Menüsünün rəngindən məsələn bunu qırmızı eləmək olar. Gördünüz, məndə qırmızı oldu və yaxud mavi eləmək olar. Oldu mavi. Ya bundan da rəngini dəyişə bilərsiniz uşaqlar. Və burada bir ayar da var ki, bunu necə eləyin? Burada short position, long position ayarlarında uşaqlar burada altda. Ayarlara basırıq bir dəfə biz. Daha sonra burada style var. Style'da compact stats mod var uşaqlar bu. Həmişə compact stats modu açıq saxlayın. Məndə indi bağladım, görürsünüz yazıları artdı, biraz pis görsəndi. Amma bunu tıkladığım anda daha kompakt bir görünüş ekranda oldu. Daha sonra uşaqlar, grafikdən məsəl üçün nəsə çəkmək istəyirsiniz, nəsə qeyd edirsiniz. Bunun üçün ikincidə burada fırça var. Fırçanı basırıq bir dəfə. Fırça. Daha sonra biz istədiyimiz şeyi çəkə bilərik, yaza bilərik və yaxud hər hansı bir yeri göstərmək istəyirsənsə dostluğa bunu belə işarələyə bilərsən və yaxud trend çəkmək istəyirsənsə belə çəkə bilərsən qısacası. Bunları silmək üçün də ən asan nöqtəsi dənə-dənə silmək deyil. Üst tərəfdə burada geriyə ox var. Görürsünüz bunu. Bunu tıklayanda zaten qrafik dala qayıdır. Buna basanda dala qayıdır, sağdakı masanda isə qrafik qabağa gelir. Gördünüz, bu qabaq, bu da arxa. Buna çürük aşağıdakı nədir? Aşağıdakı T var burada. Yəni yazı yazmaq, text yeri. Uşaqlar basırıq buna. Ekrana istədiyimiz yerə gətiririk və text var. Yazı yazırıq. Məsəl üçün mən yazıram bura etibar FX. Yazandan sonra bu yazının ölçüsünü dəyişmək olur. Yazının üstünə bir dəfə tıklayırıq. Aşağıda yenə menüsü açılır bunun balaca. Gördüyünüz kimi. Bu məsəl üçün məndə 40-dır. Bunu eləyə bilərəm 16. Gördüyünüz balaca açdı. Eləyə bilərəm 40. Yenə böyüdür. Bu qədər asan, bu qədər sadə. Başqa sizə nə lazım? Uşaqlar, başqa bir maraqlı bir şey yoxdur. Sol tərəfdə, sol menyuda. İstifadə edəcəyiniz bəzi alətlərin qabağında burada ulduz işarəsini əlavə eləyib, mənim kimi burada uşaqlar, hamısını birdən-birə seçə bilərsiniz. Bu daha yaxşı sizin üçün. Çünki birdən-birə hamısını dənə ilə seçməkdənsə gir çıx. Bir dəfəlik istədiklərinizin qabağına belə mənim kimi ulduz qoyub, burada ulduzlar qoyub, hamısını aşağıda bir menyuda toplaya bilərsiniz. Üstdəkilər getdi, altdakı sol tərəfdəkilər də getdi. Burada uşaqlar var Avro OS-dir. 1 saat. Yəni grafikimiz Avro OS-nin 1 saatlik grafikdir. FXM odur ki, yəni TradingView'dən bu datanı götürüb, bu qrafik. Deməli uşaqlar, sol tərəfdə gördüyümüz 1, 3, 5, 30 M yazılıb. Yəni bunlar dəqiqələrdir. Grafikin 5 dəqiqəlik qrafik, 30 dəqiqəlik qrafik, 1 saatlıq qrafik, 4 saatlıq, W həftəlikdir, D 1 günlük qrafikdir və bunu istəsək artırıb azalda bilərik buradan. İndikator, uşaqlar, indikator bizə ən lazımlı olan bir şeylərdən biridir. İndikatorlar nədir? Məsəl üçün, burada siz RSI seçə bilərsiniz. Məsəl üçün, RSI var, uşaqlar burada RSI. RSI seçirsiniz və arxada RSI indikatoru atıldı. Yəni, indikatoru buradan əlavə edirlər. Üst tərəfdə indikator var, basırsınız ona bir dəfə. İstədiyimiz indikatoru buradan əlavə edə bilirik. Amma uşaqlar, siz diqqətli olun. Çünki TradingView'in pulsuz istifadə etdiyiniz zaman maksimum 3 indikator əlavə edə bilərsiniz. Gəldiniz sağ tərəfə alert, yəni bu alarmdır. Biz məsəl üçün istəyirik ki, qrafik, uşaqlar, bu nöqtəyə çatanda, bura çatanda, mənim telefonumu bildirir ki, gəlsin, mən məsəl üçün buradan short girmək istəyirəm. Bu necə eləyirəm, uşaqlar? Bunun asan bir yönü var. Qrafik bura gəlməmişdən əvvəl siçanımı gətirirəm, siçanımı. O qiymətin üstünə bir dənə sağa tık basıram və burada add alert var. Yəni bunu bastığım anda
Burada məsəl üçün var ki, siz həqiqətən də 1.17801 qiymətinə alarm qurmaq istəyirsiniz. Mən basıram, hə, create. Gördünüz, burada ekranı xırda-xırda nəsə gəldi. Bu alarmdır. Bunu istəsək biz bu alarmı yuxarı aşağı qoya bilərik də. Belə daha asandır. Qrafik bu nöqtəyə gələndə sizə telefonunuzda siqnal gələcək və siz alarmı biləsiniz ki, məsəl üçün Avrovoice-də həqiqətən bu qiymətə gəldi. Başlayım işlem eləməyə və yaxud da eləməyin. Replay nədir? Replay əsasən backtestdə lazım olur. Replay isə hal-hazırda pulsuz versiyada yoxdur. Replay istifadə etmək üçün sizə pullu versiya lazımdır. Zaten sizə lazımdır hələ ki pullu versiya. Amma TradingView-i ilk dəfə istifadə edən istifadəçilər üçün bir ay pulsuz işlətmək şansınız var. Bunu ayarlardan baxa bilərsiniz özünüz. Sol tərəfi dedim, üst tərəfi də dedim. Məsəl üçün üst tərəfində yeni qrafik əlavə etmək istəyirsinizsə, üstə gələ basırsınız. Belə və istədiyiniz şeyi əlavə edə bilirsiniz buradan yenə. Sağ tərəfdə nədir uşaqlar? Tutaq ki, qrafikiniz var və mənə şəkil göndərmək istəyirsiniz Telegramdan və yaxud WhatsAppdan və yaxud başqa bir yerdən. Sakitcə gəlirsiniz uşaqlar, bu ekran, bu kameranın üstünə şəkili yükləyə də bilərsiniz, yüklü məlumat ala bilərsiniz kompüterdən və yaxud copy image dedikdə basırıq bu copy image-i, daha sonra Ctrl-V bastığımız anda ekran gəlir, qrafik gəlir ekrana uşaqlar. Bu qədər sadə. Gəlirik Telegram mesajlar yerinə Ctrl-V eləyəndə qrafik gəlir. Və yaxud nə eləmək olar? Copy link var. Copy linki basırsınız. Copy link kopyalandı. Mənə gəlir Telegram mesajlarına və yaxud WhatsApp söhbətinə linki kopyalayıb yapışdıran anda şəkil açılacaq. Bu qədər sadə uşaqlar. Sağ tərəfdəki hissə bizim ən çox istifadə edəcəyimiz simvoldur. Bu üstdəki, yəni zamanın daha üstündəki. Buradan siz üstə gələ basıb özünüzə simbol əlavə edə bilərsiniz. Məsələn, Avrovoice olsun, Nasdaq olsun və yaxud hansısa bir coin olsun. İstifadə edə bilərsiniz. Mənim istifadə edədiklərim isə bunlar da qızıl, Nasdaq, Avrovoice, Gergök. Mən ən çox 4 dənəsini istifadə edirəm. O bilsən isə bunlara əsasən SMT tapmaq üçün və yaxud boş günlərimdə backtest etmək üçün istifadə edirəm. Bu qədər sadə uşaqlar. Last o deməkdir ki, hal-hazırda qiymət, yəni qızılın hal-hazırda qiyməti 4368 dollardır. Chain isə uşaqlar, yəni bu gün ərzində nə qədər dəyişib? Qızılın qiyməti bu gün 0.71% artıb, Nasdaq 1.72% artıb və yaxud Bitcoin bu gün 2% artıb. Bu qədər sadə uşaqlar. Bu ekranda gördüyünüz MetaTrader 5-dir. MetaTrader 5-də uşaqlar analiz eləmək sizə həm çətindir, həm yorucudur, həm də daha dəqiq analiz sizə şansı verməyəcək. Biz MetaTrader 5-də işləmə giyirik. TradingView-də analizimi eləyirəm. Deyirəm ki, məsəl üçün qrafik gəldi bura. Mən buradan short atacağam bura kimi. Məsəl üçün stop lossumu da qoyacağam. Bura kimi. Bura baxıram, bu hansı qiymətə düşür? Məsəl üçün, baxıram sağ tərəfdə burada 1.17628 qiymətinə düşür. Take profit nöqtəmdə hara düşür? Məsəl üçün, bura qoyuramsa, baxıram, take profit nöqtəmdə düşür 1.17030-sa. Gəlirəm MetaTrader 5-ə işləm açıram və take profit nöqtəmlə stop loss nöqtəmi əlavə edirəm. Yəni, uşaqlar, mən sizə analiz atın dedikdə, siz mənə MetaTrader 5-dən analiz atmayın. Məni analiz dərvisi atın TradingView-dən, bayaq dediyim sistemdən. Bura gəlirsiniz, şəkili yüklədə bilərsiniz, kopyalada bilərsiniz, linki kopyalaya da bilərsiniz. Bu qədər sadə uşaqlar. Öpürəm hamınızı, növbəti videolarda görüşənədək hələlik.